aldı. Hı hı. Modulların testlerini cevaplandırdıktan sonra arkadaşlar hiçbir problem yoktur. Test 1'de buyurunuz. Soruları çözelim ev tapşırıqlarını. Test 1'de buyurun uşaqlar qalmasın. Test 1'de yəqin ki yoxdur çünki çox asan hesablamalardır yəqin ona görə. Aha, test 2'də Kamil, Zərifə, Zeynəb varmı ümumiyyətlə? Test 2'de yoktu. Aha. Səndə sual hardadır ay Zeynəb ümumiyyətlə ev tapşırığında? Test 3'te var. Çok güzel. Zərifə səndə harda var? Belə baxdım yoxdur. Hı hı. Süleyman səndə, Kamil səndə? Test 4'te hocam. Ha, oraya kimi asandır diyorsunuz. Mən o zaman bir iki dənə şübhəli qalan durumları bir iki dənə izah eləmiş olayım açıkçası. Burada modulda bu mənfini yox edər. Modul x oldu nə? Modulda x-in karesi bölünsün modulda x kare artı 1'ə bərabərdir 2 dəfə. Buna hələ öyrənişməmişəm bu kompüterə. Əllər məsələ verənçinə. Tamam mı? Deyir ki, x-in maksimum qiyməti nədir? Burada, yəni biz həmişə demişdik ki, modulun içində mənfi olanda həmişə onu neyləyə bilər uşaqlar? Yox eləyə bilər də. Çünki modul avtomatik olaraq, baxın, işarəni yox ha, Mehrab da gəldi. Bir saniyə. Aha, o da gəldi. Hı -hı. Belə, indi bundan sonra neyləyərik ay Zeynəb? Orada poложительный çıxır, ona görə bir-birinə vururuq. Ni отрицательный, ni положительный, yəni müsbət çıxır. Necə bir-birinə vururuq? Başa düşmədim. Yəni x kvadrat 2'ye vurdum və x kvadrat plus 1'i də 1'e. Hə, çarpaz vurdun. 2 Ha, vurulsa hələ. modulda x-in kvadratı, yəni kvadratı harda yazmağımızın önəmi yoxdur. Modulda x kvadrat üstə gəlinsin 1'ə. Sağ tərəf hər zaman müsbətdir. Aha, sonra necə eləmsən Zeynəbcim? Orada 2x kvadrat olur. Oradan 2x kvadratı yəni levi tərəfə gətirdim. Orada Başa 1 qalır. düşdüm, başa düşdüm. Əslində çox gözəl bir şey dedi. Yəni əslində biz bunu sol tərəfi belə də yaza bilirik də. Modulda 2x-in kvadratı bərabərdir x kvadrat üstə gəlinsin 1'ə. Hər iki tərəf hər zaman müsbət olduğu üçün nə olacaqdır? Elə 2x kvadrat bərabərdir x kvadrat plus 1'ə. X kvadrat bərabərdir 1'ə. Onunla maksimum qiyməti nə olacaqdır? 1 olacaqdır. Yəni mənim əsas deyəcəyim nədir? Məsələn, şimdi 9-cu sualda mənfi A-nı baxın. Buranı müsbətə çevirmək, buranı müsbətə çevirmək, buraları müsbətə çevirmək, buraları müsbətə çevirmək, buraları müsbətə çevirmək. Yəni bunları görərək şey elədim ki, siz o kadar da çaşmayasınız. Məsələn, önəmli suallardan birisi 15-ci sual məsələn üçün yenə çaşdırmalıq suallardandır. Yenə mənfini yox eləyir, yenə mənfini yox eləyir. Modul x 2 modul x bölünsün 3x minus 5x. Bu şey burada mənfi olduğu üçün nə olacaqdır ay uşaqlar? 3-dən 5-i çıxanda eləyəcək nə? Mənfi 2 dənə modul x bərabər nəyə? Modul x-a. Modul x-lar gedəcəklər, 2 ilə 2 gedəcək. Modul x mənfi 1'ə bərabərdir. Bu da heç bir zaman baş tuta bilməyəcəyinə görə mümkün deyil. Amma belə deyəlim də siz görə bilirsiniz ki, uşaqlar burada x-in yerinə 0 qoya bilsəydik, əslində alına bilərdi. Məxrəcdə də 0 ola bilməyəcəyinə görə impossible yəni kökü yoxdur. Bu test neçədir indi mənim baxdığım? Bəzi kritik yerlər var. Onlar məsələn üçün uşaqlar şey nə eləyə bilərlər, əzbəryana şeylər nə eləyə bilərlər, tapmaca üstünə. Test 3'də buyurun. 7-ci sual. Ən önəmli uşaqların çaşdıqları sual tiplərindən biri. Deməli, əslində burada sol tərəf A-1, A plus B deyil, ay uşaqlar.
Ama orada orta məktəbdə də biz 7-ci yoxsa 8-ci sinifdə keçirik ki, onu ki, orada bir xüsusi hal var. Gəlin bakalım. Şimdi eğer biz burada modulda x minus 2, x plus 2 yazsaq, modulda x plus 2. Biz ne demiştik o aşağı sınıfta? Demiştik ki, her iki tərəfdən eynilikləri apara biliriz. Ama o yalnız ve yalnız modulun sıfıra beraber olan halında mümkün olur. Çünkü sıfır beraberdir sıfır olması için. Dolayısıyla buradan x neye beraberdir uşaqlar? Mənfi 2'ye. Şimdi burada ne kaldı uşaqlar? Modulda x minus 2, her iki tərəfin ixtisar yerində 1 qaldı da. Beraber ne 1'e? A bəndi x minus 2 beraberdir 1'e. B bəndi x minus 2 beraber neye? Mənfi 1'e. X beraberdir 3'e. X de neye beraberdir? 1'e. 3, 1, mənfi 2. Yani D bəndi. D Zeynep haranı başışmadın gör. Başa düşdüm. Sonra neçə test düşdə? Süleyman sen 8-ci. harda sualın var? 4. 44'te. Mehrab ile senin ev tapşırıqlarına ay Mehrab. Bəli, müəllim. Onu necə eləyərsən ay Mehrab? Bir dəfə mənfisinə bərabər edirik, bir dəfə müsbətinə. Aynen öyle. Halal olsun bala sana. Çünkü bunları ümumi təkrar etsin. Hem de videoya çektiğimiz için benim balalarım yaddaşda kalsın ve bir daha təkrar etsin. Bəli, bir dəfə 2x artı 1'i müsbətin götürüb x plus 7'ye. Bir dəfə də mənfisini götürüb mənfi 2x minus 1 bərabərdir x plus 7'ye. X beraberdir 6'ya. Buradan da menfi 3x beraberdir. O tarafa atan da 8'e. X de neye beraberdir? Menfi 8 bölünsün 3'e. İndi bu günləri bunlara ait yetərincə sorular çözmüş olacağım. Bunların hamısını video kontakt eləyirəm. Sonra bir də ən kritik suallardan birisi 13 nömrəli sualların həlli qaydaları mənim balalarım. Bu zoom niyə belə eləyir? Yenilənmiş zoom tay. Bunu necə eləyirik uşaqlar? Əslində bir dəfə müsbətin, bir dəfə mənfisin müsbətin götürüb eləyirik. Ən gözəli kətçi metodudur, köylü metodu. Yəni birinci hər ikisinin müsbətini götürürük. X də gəlir, amma riyazi isbatı bunun belə deyil də uşaqlar. X minus 4 bərabərdir 5-ə. Bir dəfə hər ikisinin mənfisini götürürük. Mənfi x minus 1, mənfi x üstə gəl 4 bərabərdir 5-ə. Bir dəfə də birinin müsbətinin, birinin mənfisini götürürük. Zaten birinin müsbətinin, birinin mənfisini götürəndə x-lar hər iki halda nə olacaqdır? Gedəcəkdir. 2x bərabərdir 8-ə. X də nəyə bərabərdir? 4-ə. Sonra mənfi 2x bərabərdir 4-dən 1 çıxanda 3-ə, 5-dən 3 çıxanda 2-yə. X də nəyə bərabərdir? Mənfi 1-ə. 4-lə, yəni mənfi 1 olacaqdır. Amma bunun belə deyəlim də həlli qaydasını bir daha deyəlim. Deməli necə eləyirdik uşaqlar? Biz bunların köklərini götürürdük mənfi 1-lə 4-ü. Mənfi 1-lə 4 aralığını qoyurduq intervalını. A bəndi nə edirdik? Mənfi 1-dən soldan bir dənə ədəd deyəlim uşaqlar. Mənfi 5. Nə olur burada? Yerinə qoyanda mənfi olduğu üçün mənfi ilə çıxır. Yəni isbatı belədir. Mənfi 5 qoyanda mənfi x minus 1. Burada yerine qoyanda o da mənfi olur. Yəni nə olacaqdır? Mənfi x üstə gəlinsin 4 bərabərdir 5. Yəni eyni məntiqə gəlir. Ortadan bir dənə də 0 götürəndə olacaqdır nə? Məsələn, bu aralıqdan bir dənə də götürürük 0. Müsbət olur. X üstə gəl 1. 0 yerində mənfi olur. Yəni mənfi x üstə gəl 4 bərabərdir 5. Birdən kimsə başa düşməz. Bu mənfi olur, müsbət olur. Nə deməkdir? Mehrab video dostluq artdı, kabul etmək üçün. Yəni bu mənfi müsbət olur bir sözlə. Birdən biz müəllimlər deyirik. Bəzən uşaqlar başımızdan bu aralıqdan bir dənə mənfi 5-i götürdüm. Mənfi 5-in isə biri gələndə nə elədi? Mənfi elədi. Deməli mötərizənin qabağına mənfi qoyacağam. O deməkdir o. Məsələn, 0 götürdüm məsələn üçün bu aralıqdan. 0-ı bura qoydum, deməli müsbət oldu. Olduğu kimi çıxır. 0-ı bura qoydum, mənfi oldu. Deməli qabağına mənfi qoyuruq. Yəni bunların mənası bu deməkdir.
Hı. Bu testdə var mı başqa? Bax, dalbadal eyni suallardır. Hə, indi Mehrab deyəcək ki, Zeynəb deyəcək ki, hocam olmazmı ki, variantlardan gedərək kontrol lev yerinə qoymaq? Heç bir problem yoxdur. No problem. YÖS-də ən gözəl metod yerinə qoyub belə pıçılmasın, daha tez sürətlə tapmaq elə ən gözəl metoddur. Test 4-də buyurun. Burada çünki vacibli sadələşdirmələr var. Zaten özüm deyəcəm zaten. Beşinci sual məsələn üçün. Ən çox, toplulda da var buna aid, Dimin kitabında. Ən çox istifadə edildiyimiz. Burası A-2-nin karesidir. Tamam mı? Kvadratla kök gedir. Hansı böyükdürsə onu qabağa atırıq. Yəni A-2 çıxar. Niyə? Çünki böyük çıxılsın kiçik. Kvadratla kök gedir. Buradan da 2 A-2 olduğuna görə elə olduğu kimi çıxacaqdır. Yəni böyük çıxılsın kiçik olacaq nə? 2A çıxılsın 4-ə. Bu da nə olacaq? 3A minus 6 çıxacaq, yəni 5. Sonra arkadaşlar 6-cı sual. 6-cı sual. Elə o da onun eynisi, biraz çətinləşdirilmiş forması. Şimdi burası nədir? Bu uşaqlar yəqin internet X atıb plus tez-tez. 1 kvadratda Aynen öyle. Şimdi x kvadrat çıxılsın 3x üstə gəlinsin. Kök altında x dəyəsi 1-in kvadratıdır. Kvadratla kök gedir, bərabərdir. X kvadrat çıxılsın 3x. İndi bu müsbət olduğu üçün zaten olduğu kimi çıxar. Yəni üstə gəl x, üstə gəlinsin 1. Bu da nə deməkdir? X kvadrat minus 2x plus 1-dir. Bu da x minus 1'in kvadratıdır. Yani hara geldi ya uşaqlar? Bərabərdir. Kök altında x minus 1'in kvadratına. Kvadratla kök getdi. İndi hansı böyüdür? X-in böyüdür, 1'in böyüdür, x böyüdür. X minus 1 olacaq. Cavab bu şəkildə. Sonra test 4 daha uşaqlar deyin görək. Süleyman deyin. Var mı ay Süleyman sualınız? Xeyr. Hı -hı. Şimdi mənim gözümə 3 ilə 7 nömrəli təhlükəli suallar gəldi. Yəni müəyyən qədərinə burada 4 də var. Bunları izah edeyim ki, baxın, ümumi təkrar kimi bunlar yaxşı suallardır. Deməli, mən sadələşdirməyi yox, sadəcə olaraq kök və modulu sadələşdirmək. Burada hansı böyüdür? A sıfırdan böyüdür. Zaten A müsbətdir, B mənfidir. Kvadratla kök getdi, nə qaldı? A açıq B qaldı. Kvadratla kök getdi, A açıq B qaldı. Üstə gəlinsin, kvadratla kök getdi. Buradan əslində 2B çıxır. Amma B mənfi olduğu üçün mənfi 2B2 çıxır. Bax, izah eləmiş oldum. Sonra gəldik buraya. Bu, y üstə gəlinsin 2-də 1-in kvadratıdır. Bu isə x üstə gəlinsin 2-də 1-in kvadratıdır. Tamam mı? İndi y mənfi 2-də 1-dən böyüdür. Deməli, y mənfi 2-də 1-dən böyüdürsə, kvadratla kök girəcək. Elə olduğu kimi y üstə gəlsin 2-də 1 qalacaq. Amma mənfi 2-də 1 x-dən böyük olduğuna görə, mənfi x-dən böyük olduğuna görə, deməli, x özü mənfi olduğu üçün bunu nə edəcəm? Açacağım, amma bunun yerində mənfi qalacaq. Yəni, mənfi x də gəl 2-də 1 qalacaq. Yəni, dolayısıyla 2-də 1-lər də gedəcək burada müsbət, y minus x qalacaq, yəni B bəndə. Bunları izah eləmiş oldum, YouTube-da paylaşmış olacağım. Hmm. 8 ayda misal elədim mən. Sonra bax 9-cu sual, təhlükəli misal. 9-cu sual təhlükəli misal. Yenə bir Zeynəb dediyi kimi, bura x üstə gəlinsin 3-ün kvadratıdır. Kvadratla kök getdi. Kök altında x kvadrat çıx 7x üstə gəlinsin 19. Bir dəqiqə. X burada mənfidir. X mənfidirsə, deməli kvadratla kök gedəndə burada mənfi ilə çıxacaq. Düzdürmü uşaqlar? Onda olacaq çıxılsın x, çıxılsın 3. Bərabərdir. Kök altında x kvadrat, mənfi 7x, mənfi x, mənfi 8x. 19-dan 3 çıxan deyil, üstə gəl 16. X minus 4-ün kvadratı. Kvadratla kök getdi.
X da mənfi olduğu üçün nə olacaqdır? 4 minus x çıxacaqdır. Yəni, evet. Hı hı. Məsələn üçün, onu necə eləmişsiniz? Gəlin şöyle bir şey yapalım. 11'den 15'i hərəsindən bir tanesini eləyim. Həm kiçikdən, həm böyükdən. Yəni modul kiçik, modul böyük. Hərəsindən bir tanesini çözmüş olun. Çünki uşaqlara bu mövzu biraz qıcıq və şeyli mövzudur. Şimdi ne diyoruz? Bu tipli kiçik olanda 2x üstə gəlsin 3'ü 11'ine mənfi 11'in arasına koyurduk. Hər tərəfdən 3 çıxanda eləyir 8, 3 çıxanda eləyir də mənfi 14. Hər tərəfi də 2-yə böləndə 4, 2-yə böləndə mənfi 7. Yəni mənfi 7 ilə 4 arası bərabər olmadığına görə nə olacaqdır? C bəndi olacaqdır. Anlaşıldı mı arkadaşlar? Sonra 15'e indi böyüye ait olanda. Böyüye ait olanda iki tane halimiz var arkadaşlar. A ve B hali. Bir dəfə müsbətin götürürəm. X də gəl 7 böyük bərabərdir 4-dən. Bir dəfə də mənfisini götürürəm. Mənfi x minus 7 böyük bərabərdir 4-dən. X böyük bərabərdir mənfi 3-dən. Mənfi x böyük bərabərdir 11-dən. X daha kiçik bərabərdir mənfi 11-dən. İndi mənfi 11-dən kiçik, mənfi 3-dən nə olacaqdır uşaqlar? Böyük. Mənfi 11-dən kiçik, x də bərabər mənfi 3-dən böyük. Yəni nə oldu? D bəndi olmuş oldu. Davam edirəm uşaqlar. Test 4'te Süleyman var mı? Ay zərfə. Yoxdur. Eyni sadələndirlərdir. Aha. Məsələn, test 5'te sistemə aid olanlar var. Sistemli olanlar var və ikili modul müsbət və mənfiləri var. Gəlin ona aid testlərdən eləmiş olayım. Qoy cavabları da qoyayım ki, baxın da yenə də nə olur, nə olmaz. Məsələn üçün 2 moduldur, amma ikiqat bərabərsizliyin arasındadır. Deməli necə eləyəcəm ay zərfə? Bir dəfə müsbətin götürəcəm Zeynəbcim. 5 kiçikdir 3'dən. Bir dəfə də nəyi götürəcəm? Mənfisini götürəcəm. Yəni 3 kiçikdir mənfi x minus 3 kiçikdir nədən? 5'dən. Hər tərəfdən 3'ü çıxardanda 2, 3'ü çıxardanda nə olur? 0 olur. Bu 0-2 arası oldu. Tamam mı? Gördünüz də 3 çıxdım, 3 çıxdım bu şəkildə. İndi buradan hər tərəfi 3 əlavə eləyirəm. Mənfi x. 3 əlavə eləyəndə 8, 3 əlavə eləyəndə 6. Amma burada isə arkadaşlar nə olacaqdır? Mənfiyə vurduğumuza görə mənfi 8'dən nə olacaqdır? Mənfi 6'ya kimi. Mən bu yerini dəyişik yazım. Mənfi 8 kiçikdir x, kiçikdir nədən? Mənfi 6'dan. Tamam mı? İndi bunların arasında bir dənə 1 var. Bunun da arasında səhv etmirəmsə mənfi 7 var. 1 və mənfi 7. Hansı variantdır? Bu da D bəndir. Var mı sualınız ay Kamil? Zeynəb var mı sualınız? Mehrab. Xeyr, yoxdur. Hı.
və bunların kəsişməsinə aid fərqi yoxdur. Hə, bu biraz daha çətindən deyim. 5, 6, 7 eynisi idi. 2 dənə modul bərabərsizlik eləyirik. 2 dənə modul bərabərsizlik elədikdən sonra 2 dənəsində, hərəsində 2 dənə ayrı intervallardan sonra onların kəsişməsini. Çünki sistem neravestvalarda elə bir ki, sistem bərabərsizliklər. Şimdi gəlin bunu ayrı-ayrı eləyəlim. Şimdi birinci tənliyimiz. Birinci tənliyimiz nədir? Modulda x üstəgəl 3 böyük bərabərdir 2-dən. Şimdi bir dəfə müsbətini götürürəm. X üstəgəl 3 böyük bərabərdir 2-dən. Bir dəfə də mənfisini götürürəm. Mənfi x çıxılsın 3 böyük bərabərdir 2-dən. Şimdi bunu buradan biz bir ayıralım. Çünki 2 dənə bərabərsizlik əldə edəcəklər. Həmən getdik. X böyük bərabərdir mənfi 1-dən. Mənfi x böyük bərabərdir 5-dən. X da kiçik bərabər nədən? Mənfi 5-dən. Deməli, bunun aralığı nədir uşaqlar? Mənfi sonsuzluqdan mənfi 5-ə kimi birləşir. Mənfi 1-dən müsbət sonsuzluğa kimi. Tamam. Bunun ikisini birləşdirdim. Bərabərsizliyimi aldım. Gəldim indi ikinci bərabərsizliyə. İkinci bərabərsizliyimiz nədir? Modulda 2x minus 7 kiçik bərabərdir nədən? Süleyman 5-dən. Bir dəfə Mehrab onun müsbətini və mənfisi aralığında götürür. 2x çıxılsın 7 kiçik bərabərdir. Kiçik bərabər 5 ilə mənfi 5 arasında. 2x hər tərəfə 7 əlavə eləyəndə 12, 7 əlavə eləyəndə 2. X da 2-yə böləndə 1, 2-yə böləndə nə edir? 6 edir. İndi bunun da həlli 1-dən 6 arası oldu. Şimdi bunları bəs biz necə kəsdirəcəyiz ay müəllim? Baxın, tam fərqli bir yaşılla yazıram. Bunu bir dənə ortaq xətt getiririk. Bütün buradakı köklərin hamısı da ədəd üzərinə qururam. Mənfi 5, mənfi 1, 1, 6. Yəni aralıqların hamısını interval üzərində qururam. Sonra birini yuxarıda, birini aşağıda. İndi burada nə olur? 1-dən 6-nın arası. Baxın, 1-dən 6-nın arası. Bax, burası. O birisi nə olur? Mənfi sonsuzdan mənfi 5-ə kimi. Mənfi 1-dən də müsbət sonsuzluğa kimi. İndi bunların kəsdiyi zona nə olacaqdır uşaqlar? Yuxarı ilə aşağının ortaq zonası haradır? Baxın, hara olar uşaqlar? Görürsünüz yəqin ki. Baxın, bu bura. Kəsmə. 1 ilə 6 arası yəni deyəbəndir. Barcelona. Evet. Bu test neçə idi Zərifə? 5-dir məncə. Bəli, 5. Hə, 5-dir, 5-dir. Siz 4-ə kimi eləmişdiniz. Mən hər tiplərindən bəzilərindən elədim. Aha. Sonra fərqli-fərqli tiplərdən, ikililərdən eləyim. Yəni 9-dan, bir də 13-dən eləyim. Hər ikisini bir anda. Ki, baxın, hər tipdən eləyirəm ki, uşaqlar, ümumi təkrar kimi. Həm də gəlməyənlər, Fatihə niyə gəlməyib? Bilmirəm. Hayır. İcazə alıblar bəziləri. Nigarın SAT imtahanı var. Çantamda yəqin ki, nəsə işi var. Səsim gəlir uşaqlar. Alo. Bəli, gəlir səsiniz. Bəli. Səsim məncə gəlir. Aha. Şimdi burada 2 dənə modul var idi, düzdürmü? Burada nə idi? Bir dəfə böyük modulun, yəni modul x minus, səhv yazdım buranı. Modul x minus 3'ü bərabərdir 4 eləyirik. İkinci halda da çocuklar nə edirik? Modul x çıxılsın 3'ü mənfi 4 eləyirik. Burada olur modul x bərabərdir 7'yə. Deməli x burada nədir? 7 ilə mənfi 7'dir. Burada da modul x mənfi 1'ə bölünür. Modulda mənfi ola bilmədiyinə görə 7 ilə mənfi 7 olur. 13'ü necə eləyirik ay Mehrab? Mehrab 13'ü necə eləyirik? Mehrab buradadır. Yəqin yatıb. Hər iki tərəfi kvadrata yüksəldirik uşaqlar.
Kvadratla kök edir. Mehrabcığım x kvadrat üstə gəlir 7. Sağ tərəf kvadrat üçün x kvadrat üstə gəlir 2x üstə gəlsin 1-ə. X kvadratlar gelir. 2x bərabərdir 6-ya. X də nəyə bərabərdir? 3-ə. Yəni A bəndi olacaqdır. Zoom'un atmasına bir xeylan var, amma yenə də mən bəzi fərqli sual tiplərini demək. 10-cu sual. Super sual, super sual. 15 də var qəşəng sual. Bunların hamısını bir ekranda izah edeyim. Ne diyor arkadaşlar? Diyor ki modul X farklı bir renk götürelim. Qara rengi götürelim. Göy rengi götürelim. Modul X deyir ki, X-dan böyüdür. Ne deməkdir bu uşaqlar? Yəni X heç bir zaman müsbət ola bilməz də. Yəni 5 qoysaydın, 5'in modulu 5'dən nətər böyük olsun? Deməli X özü mənfidir. Deyir ki, ay uşaqlar, müsbətə çevriləndə mənfidən böyük olsun. X mənfi olanda getdi. Ne olur? Modul X'dan X mənfi olanda mənfi X çıxar. Yenə də bu mənfini yox eləyən bu moduldur. 3x-dan moduldan mənfi çıxar. Yəni mənfi 3x üstə gəlsin 2. Yenə də müsbətə çevrilir. Amma modul X-dan nə çıxır? Mənfi çıxır. Bax, söhbət bu mənfidən gedir. Mənfi 2x üstə gəlsin nə? 1. Burada nə oldu? Mənfi 4x üstə gəlsin 2 oldu. Bərabərdir. Oldu nə? Mənfi 2x üstə gəlsin 1-ə. Buradan da 2-ni çölə çıxardanda mənfi 2x üstə gəlsin 1. Bunlar getdilər. Nə qaldı? C bəndi, yəni 2 qaldı. Evet, kim haran başımadı uşaqlar? Başa düştünüz. Devam edeyim. Ha, 15 var idi. Ne diyor arkadaşlar? 15 tipli suallarda 15 tipli suallarda. Bir saniye uşaqlar. Bunu ben zoom düzeldim. Aha. 15 tipli suallarda maksimum istədiyinə görə deməli kəsirin mən nəyini tapmam lazım? Minimumunu tapmam lazım. Kəsirin də minimumunu tapanda deməli mən nə etməliyəm uşaqlar? Modulda x üstə gəl 1, üstə gəlsin modulda x üstə gəlsin 2. Tamam, bunun minimumunu tapmalıyam. Deməli modullarda minimumunu tapa bilmək üçün nə edirik uşaqlar? Hər ikisinin ayrı-ayrı köklərini götürürük. Və nə edirik uşaqlar? Aparıb yerinə qoyuruq. Yerinə qoyuruq nə deməkdir? Yerinə qoyuruq o deməkdir ki, mənim balalarım, o deməkdir ki, hər birisinin ayrı-ayrı dəyərləndirilməsini o müqayisə edirik. Tamam, mənfi biri yerinə qoyaq. Mənfi biri fərqli rəngdən yazımlar. Mənfi biri yerinə qoyanda burası sıfıra gedir. Mənfi biri isə 2 yerində 1 eləyir. Tamam mı? Belə deyəlim də, mənfi 1, 1. Yəni cavab 1 alır. Mənfi 2-ni yerinə qoyanda orada da elə 1 alınır. Modul 1-1-ə gedir. Deməli, eyni cavab alınır. Deməli, bunun minimum qiyməti 1 imiş. 7-ni də 1 ilə bərabər nə olur uşaqlar? Maksimum qiyməti 7 olmuş olur. İstəyənlər buna ikinci dəfə yenə YouTube'dan baxarlar. Eyni sual, eyni sual. Evet arkadaşlar, buradan keçirəm çalışma.